Mətndə hansı suala cavab vermək mümkün deyil? Mozartın nömrələrində niyə 3-4 süjet olur? 3-4 süjet olması qeyd olunmuşdu mətnin bu hissəsində, lakin onun səbəbi göstərilməyib. Cavabımız elə bu variant olacaq. Satirik jurnal niyə təsis olunub? Bu mətnin birinci abzasında qeyd olunur ki, problemli məqamları qabartmaq üçün bu jurnal təsis olunmuşdu. Problemləri satira dili ilə xalqa çatdırmaqdan ibarət idi. Daha sonra satirik jurnal nə vaxt təsis olunub? Bu da qeyd olunub 1971-ci ildə. Sözünün izahında məqsəd nə idi? Bu da burada qeyd olunub. Yazıb ki, izah etməkdə kino jurnalı sanki açırdı və onun gələcəkdə hansı mövqe tutacağını göstərirdi. Növbəti sualımız nə zaman ekranlarda görünür? Bu da 2007-ci ildə Orxan Fikrətoğlu vasitəsilə qeyd olunur.